Necə olur ki, sadə mağazadan alınan forma sonradan dünyanın ən bahalı formasına çevrilir? Argentinanın 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı geyindiyi forma əslində Meksikadakı mağazaların birindən tələsik alınan sadə parça yığınından başqa bir şey değildi. Argentina bu mundial üçün dizayn edilmiş formaları olduqca qalın və ağır idi. 8-1 finalda Uruguay üzərinə qazanılan qələbədən sonra isti hava səbəbindən ağır formalardan şikayətlənən baş məşqçi Carlos Bilardo İngiltərəyə qarşı oyuna 3 gün qalmış daha yüngül formaların tapılmasını tapşırdı və köməkçisi Ruben Moşellanı şəhər mərkəzinə göndərdi. Moşella isə iki fərqli opsiya ilə geri qayıtdı. Qərarı verməkdə çətinlik çəkən heyət üzvlərinin köməyinə isə Maradona çatdı və o İngiltərə ilə maç üçün geyinəcək formanı özü seçdi. Lakin bir problem var idi. Bu göy formalar həm emblemsiz, həm də nömrəsiz idi. Ancaq Argentinalılar bu problemi nömrələrə ütü ilə yapışdırıb emblemi əllə tikərək həll etdilər. Və bu əldə qayırma forma ilə İngiltərə qarşısına çıxan Argentina Tanrının əli sayəsində qalib gələrək növbəti mərhələyə adladı. Maç bitdikdən sonra isə ingilislərin futbolçusu Steve Hodge Maradona ilə formasını dəyişdi. 2022-ci ildə isə həmin forma hərracda 9,3 milyon dollara satılaraq dünya rekordunu yenilədi. Deməli, sadə formanın baha qiymətə satılması üçün sadəcə Tanrının əlinə ehtiyac var idi. Necə olur ki, sadə mağazadan alınan forma sonradan dünyanın ən bahalı formasına çevrilir? Argentinanın 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı geyindiyi forma əslində Meksikadakı mağazaların birindən tələsik alınan sadə parça yığınından başqa bir şey değildi. Argentina bu mundial üçün dizayn edilmiş formaları olduqca qalın və ağır idi. 8-1 finalda Uruguay üzərinə qazanılan qələbədən sonra isti hava səbəbindən ağır formalardan şikayətlənən baş məşqçi Carlos Bilardo İngiltərəyə qarşı oyuna 3 gün qalmış daha yüngül formaların tapılmasını tapşırdı və köməkçisi Ruben Moşellanı şəhər mərkəzinə göndərdi. Moşella isə iki fərqli opsiya ilə geri qayıtdı. Qərarı verməkdə çətinlik çəkən heyət üzvlərinin köməyinə isə Maradona çatdı və o İngiltərə ilə maç üçün geyinəcək formanı özü seçdi. Lakin bir problem var idi. Bu göy formalar həm emblemsiz, həm də nömrəsiz idi. Ancaq Argentinalılar bu problemi nömrələrə ütü ilə yapışdırıb emblemi əllə tikərək həll etdilər. Və bu əldə qayırma forma ilə İngiltərə qarşısına çıxan Argentina Tanrının əli sayəsində qalib gələrək növbəti mərhələyə adladı. Maç bitdikdən sonra isə ingilislərin futbolçusu Steve Hodge Maradona ilə formasını dəyişdi. 2022-ci ildə isə həmin forma hərracda 9,3 milyon dollara satılaraq dünya rekordunu yenilədi. Deməli, sadə formanın baha qiymətə satılması üçün sadəcə Tanrının əlinə ehtiyac var idi.